Rəsulzadənin ilk dəfə ucaltdığı üç rəngli bayrağımız bizim qürur mənbəyimizdir. Bir əsrdən də az müddətdə bəlkə heç bir bayraq bu qədər zillət və acı çəkməyib bizim üç rəngli aypara ulduzlu bayrağımız kimi. Bəlkə də elə bundan da ona hədsiz məhəbbətimiz. Nənələrimiz onu sandıqlarında gizlədib. Babalarımız isə hər yada salanda ciddi cəhdlə gizlətdikləri qəhərlərində boğulublar. Ondan ötürü Ramil Markaryanın canını alıb. Onun naminə idmançılarımız qələbə qazanıb. Onun adıyla şəhidlərimiz gözlərini yumub. Şuşa, Xankəndi alınsa və gözümüzün nuru bayrağımız orada ən yüksək zirvədə dalğalansa nə gözəl. Amma yox, Bakının mərkəzində ən böyük flagştopdan ən iri ölçüdə dalğalandırırıq onu. Nəyin naminə? Kimi məğlub etmişik? Hansı nəhəng qüvvəni ram etmişik ki, rekord həddə böyük bayraq inşa etmişik? Bəli, sonra da onu qaldırırıq yüksəyə, dalğalandırırıq. Səhəri gün isə bu baş verir. Konstitusiyada təsbit olunmuş 3 rəsmi rəmzimizdən biri olan müqəddəs bayrağımızın bu kökə düşməsinə heç bir şərh vermək istəmirəm. Bircə onu demək istəyirəm ki, bu dırnaqarası mənzərəni indi bütün dünya görür. Düşmən isə hırıltı ilə həzz alır bu bizim üçün rəzil vəziyyətdən. Amma bu süjeti çəkənimi qınamaq, suçlamaq lazımdır. Yoxsa xərclənən bu qədər pula bir gün belə tab gətirməyən bayrağı hazırlayanlarımı ən ciddi şəkildə cəzalandırmalıyıq. Yəni, bu ən rəmzi hadisə də dərs olmayacaq bizə? Ay möhtərəmlər, alilər və zat-ı alilər. Əşi işdir də olub, biraz da pul qoyub ondan da böyüyünü tikdirərik. Deyib üstündən mi keçəcək yenə? Ey, əziz ana!